Balaca qara balıq. Səməd Behrənci. İxtisarsız. Çillə gecəsi idi. Qoca balıq dənizin dibində nəvə nəticələrindən 12 minini başına yığıb onlara nağıl danışırdı. Biri var idi, biri yox idi. Bir balaca qara balıq var idi. O, anası ilə bircə arxda yaşayırdı. Həmin arx dağın boz qayalarından süzülüb dərənin dibi ilə axırdı. Balaca qara balıq və anasının yuvası tavanı yosunlardan ibarət qara bir daşın arxasında idi. Onlar gecələr yosunların arasındaca yatırdılar. Balaca balığın bircə arzusu var idi. O da yuvalarından ay işığını görmək. Ana və bala səhərdən axşama qədər cah bir-birinin ardınca düşüb üzür, cah o yana bu yana gedib gəlir, cah da başqa balıqlara qoşulub sürətlə bircə qarış yerdə gəzişirdilər. Balaca qara balıq anasının bircəsi idi. Ananın tökdüyü 10 min kürüdən təkcə bu balaca salamat çıxmışdı. Bir neçə gün idi ki, o fikrə dalır, az danışırdı. Tənbəl-tənbəl, könülsüz elə hey o tərəf bu tərəfə gedib, geri üzür, çox vaxt anasından geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, balasının sadəcə keyfi yoxdur. Tezliklə keçib gedər, amma sən demə, balaca qara balığın dərdi varmış. Bir gün səhər tezdən günəş doğmamış, balaca qara balıq anasını yuxudan oyadıb, "Anacan, sənə bir neçə sözüm var," dedi. Anası yarı yuxulu halda dilləndi. "Can bala, məgər söz deməyə vaxt qəhətdir? Sözünü saxla sonra deyərsən. İndi isə gedək biraz gəzişək." "Yox ana, mən daha gəzib dolaşmaq istəmirəm. Mən buradan getməliyəm." "Mütləq getməlisən?" "Bəli anacan, necə olursa getməliyəm." "Axı, səhərin gözü açılmamış, ala-qaranlıqda hara getmək istəyirsən?" "İstəyirəm gedim görüm bu arx harda qurtarır." "Bilirsənmi anacan, çoxdan bəri fikirləşirəm ki, görəsən arxın sonu hardadır. Amma hələ də baş çıxara bilməmişəm. Dünən gecə gözümə bir an belə yummayıb, hər şeyi götür-qoy etmişəm. Axırda belə qərara gəldim ki, elə özüm gedib arxın qurtardığı yeri tapım. Bilmək istəyirəm ki, başqa yerlərdə nə var, nə yox." Ana gülümsəyib dedi. "Mən də uşaq olanda belə xam xəyallara düşmüşəm, mənim balam. Arxın nə əvvəli var, nə də axırı. Elə gördüyün nə varsa odur. Arx elə hey axır, heç bir yerdə də qurtarmır." "Axı anacan, bəs hər şey sona çatmır? Məsələn, gecə sona çatır, gündüz həmçinin, həftə, ay, il." Ana balasının sözünü kəsib dedi. "Bu boş-boş sözləri bir kənara qoy. Qalx gedək gəzməyə. İndi danışmaq yox, gəzib dolanmaq vaxtıdır." "Yox ana, mən belə gəzintilərdən daha yorulmuşam. İstəyirəm yola çıxam. Gedib görəm başqa yerlərdə nə var, nə yox. Birdən elə bilərsən ki, bunları mənə kimsə öyrədib." "Yox ana, çoxdan bu fikrə düşmüşəm. Düzdür, başqalarından çox şey öyrənmişəm. Məsələn, bunu öyrənmişəm ki, balıqlar daim qocaldıqdan şikayət edib həyatlarını boş-boşuna keçirdiklərindən şikayət edirlər və hər şeydən narazıdırlar. Bilmək istəyirəm görüm doğrudanmı həyat elə bu balaca yerdə qocalanadək ancaq varcəl edib o yana bu yana üzməkdən ibarətdir. Yoxsa başqa cür də yaşamaq mümkündür." Balaca qara balığın sözü bitən kimi anası sözə başladı. "Bala, başına hava gəlib nədir? Dünya, başqa dünya nə deməkdir? Dünya elə bizim yaşadığımız yerdir. Həyatdakı elə gördüyün həyatdır." Bu zaman iri balıq onların yuvasına yaxınlaşıb dedi. "Qonşu, uşağı niyə danlayırsan? Nə olub? Deyəsən bugün gəzmək fikriniz yoxdur." Ana balıq qonşunun səsini eşidib yuvadan çölə çıxdı. "Ay qonşu, gör hansı zamana yetişib. İndi uşaqlar öz analarına dərs keçirlər." "Necə məyər?" deyə qonşu təəccübləndi. "Gör bu cırtdan hara getmək istəyir. Elə hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur. Başından böyük sözlər danışır." Qonşu dilləndi. "Balaca, de görüm sən nə vaxtdan belə alim, filosof olubsan? Xəbərimiz yoxdur." "Xanım, mən bilmirəm siz alim, filosof nəyə deyirsiniz? Mən yalnız bu mənasız gəzintilərdən bezmişəm. Bu yorucu gəzintiləri qoşulub yalandan xoş görünmək istəmirəm. Sizin təki qocalıb əldən düşmüş, gözü bağlı balıq kimi olmaq istəmirəm." Qonşu balıq heyrətləndi. "Vay, gör bu nələr danışır." Ana balıq dinləndi. "Heç düşünməzdim ki, gözümün ağı qarası bircə balam ola, o da belə. Bilmirəm balamın başını hansı yaramaz doldurub." Balaca qara balıq dedi. "Heç kim mənim başımı doldurmayıb. Anlamaq üçün mənim öz ağlım, görmək üçün də gözlərim var." Qonşu balıq balaca balığın anasına dedi. "Bacı, o buruq-buruq ilbiz yadındadır?"
Hə, bax onu yaxşı yadıma saldın. Tez-tez balamın ayağına dolaşırdı. Onu Allaha tapşırıram, balaca qara balıq dedi. Bəs də ana, o mənim dostum idi. Bircə balıqla ilbizin dostluğunu görməmişdik, onu da gördük. Mən də balıqla ilbizin düşmən olduğunu görməmişdim. Siz o yazığa qara yaxırsınız. Qonşu dilləndi. Keçmişi qurdalamayaq. Keçmişi elə siz özünüz yada saldınız, anası dedi. Kaş onu öldürəydik. Onun oturub durub nələr danışdığı yadından çıxıb. Onda elə məni də öldürün. Çünki mən də onun dediklərini deyirəm. Nə başınızı ağrıdım. Səsküyə başqa balıqlar da yığışıb gəldi. Balaca balığın sözləri hamını özündən çıxarmışdı. Qoca balıqlardan biri dedi. Elə bilirsən sənə yazığımız gələcək? Bir başqası dedi. Ona qulaq vurması vermək lazımdır. Bəlkə ağlı başına gəldi. Balaca qara balığın anası onlara təpindi. Kənara çəkilin, dəyməyin balama. Bu zaman balıqlardan biri dilləndi. Xanım, günahkar özünsən. Ona görə ki, uşağın düzgün tərbiyə verməmisən. İndi də cəzasını çəkməlisən. Qonşu balıq söhbətə qoşuldu. Sizinlə qonşu olduğuma görə xəcalət çəkirəm. Başqa bir balıq dilə gəldi. Nə qədər ki bu iş böyüməyib, göndərək qoca ilbizin yanına. Balıqlar şığıyıb balaca qara balığı tutmaq istədilər. Dostları onu dövrəyə alıb təhlükədən uzaqlaşdırdılar. Balaca qara balığın anası baş gözünü döyür, ağlayıb sızlayırdı. Vay, balam əldən gedir, nə eləyim? Başıma haranın daşını salım? Balaca qara balıq dilləndi. Anacan, mənim halıma yox, bu biçarə qocaların halına ağla. Balıqlardan biri uzaqdan qışqırdı. Özünə ağıllı apar, ikinci balıq dedi. Get, sonrakı peşmançılıq fayda verməyəcək. Üçüncü balıq dedi. Bunlar cavanlıq həvəsidir, getmə. Dördüncü balıq dedi. Buraların nəyi pisdir ki? Beşinci balıq dedi. Başqa dünya zad yoxdur, dünya elə buradır, qayıt. Altıncı balıq dedi. Ağlını başına yığıb getməkdən vaz keçsən, onda bilərik ki, doğrudan da ağıllı balıqsan. Yeddinci balıq dedi. Axı biz səni öyrəşmişik, getmə. Anası dilləndi. Mən yazığın gəlsin bala, getmə, getmə. Balaca qara balığın onlara deyiləsi sözü qalmamışdı. Yaşıdlarından bir neçəsi onu çağlayana qədər ötürüb geri qayıtdılar. Balaca qara balıq dostlarından ayrılarkən dedi. Görüşənə qədər dostlar, məni unutmayın. Səni necə unuda bilərik? Sən bizi dərin yuxudan oyatdın. Bizə ağlımıza belə gəlməyən şeyləri öyrətdin. Görüşənə qədər ağıllı və cəsur dost. Balaca qara balıq çağlayana üzü aşağı tullanıb bol sulu gölməçəyə düşdü. Əvvəlcə özünü itirdi, sonra üzüb dövrə vurmağa başladı. Balaca qara balıq bu vaxtadək bu qədər suyun bir yerə yığıldığını görməmişdi. Suda minlərlə çömçə quyruq gəzişirdi. Balaca qara balığı görən kimi onu məsxərəyə qoydular. Sən hələ bir bunun fasonuna bax, nə qəribə məxluqsan belə. Balaca qara balıq onları başdan ayağa süzüb dedi. Xahiş edirəm, artıq əskiyi danışmayın. Mənim adım balaca qara balıqdır. Siz də adınızı deyin, tanış olaq. Onlardan biri dilləndi. Biz bir-birimizi çömçə quyruq deyə çağırırıq. O biriləri dilləndilər. Bizim soy kökümüz, əsl nəcabətimiz var. Dünyada bizdən gözəli tapılmaz. Sənin kimi yöndəmsiz, çirkin deyilik. Balaca qara balıq cavab verdi. Açığı, sizin bu qədər özündən razı olduğunuzu bilmirdim. Amma sizi bağışlayıram, çünki bilmirsiniz, cahilsiz. Çömçə quyruqlar bir ağızdan dilləndilər. Bizə cahil deyirsən? Cahil olmasaydınız, bilərdiniz ki, dünyada hər varlığın özünə görə bir gözəlliyi var. Sizin heç adınız da özünüzki deyil. Çömçə quyruqlar əvvəlcə çox əsəbləşdilər, lakin balaca balığı haqlı olduğunu görüb sözlərini dəyişdilər. Sən özünü nahaq yerə yorursan. Biz səhərdən axşama qədər dünyanı gəzib dolanırıq, ancaq özümüzdən və ata-anamızdan başqa heç kəsi görmürük. Bir də balaca qurdlar da var ki, onları hesaba almırıq. Siz ki, bu gölməçədən kənara çıxmamısınız, axı dünyanı gəzib dolaşmaqdan necə danışa bilərsiniz? Çömçə quyruqlar təəccübləndilər. Bəyəm sudan başqa yerlər də var ki? Bir özünüz fikirləşin. Bu qədər su bura hardan gəlir? Sudan kənarda nələr var? Biz sudan başqa heç bir yeri görməmişik. Ha ha ha, sənin ağlın çaşıbdı nədir? Balaca qara balığı da gülmək tutdu. Fikirləşdi ki, ən yaxşısı çömçə quyruqların başını buraxıb yoluna davam etsin. Ancaq birdən anaları ilə də bir-iki kəlmə söhbət etmək qərarına gəldi. Deyin görüm ananız hardadır? Elə bu vaxt qurbağanın qurultusu onu diksindirdi. Qurbağa gölməçənin qırağındakı daşın üstündə oturmuşdu.
Suya baş vurub gəlib balığın qarşısında dayandı. "Mən buradayam," dedi. "Bizə görə nə qulluq?" "Salam möhtərəm xanım. Nə özünü göstərirsən? Ay əsl nəcabətsiz varlıq. Əlini uşaqlar keçib, yekə-yekə danışırsan. Dünyanın bu gölməçədən ibarət olduğunu dərk edəcəyə qədər ömür sürmüşəm. Get işinin dalınca, uşaqlarımı yoldan çıxarma. 100 ildə yaşasan xeyri yoxdur. Yenə də geridə qalmış cahil qurbağa qalacaqsan." Qurbağa hirslənib balaca qara balığın üstünə atıldı. O isə cəld tərpənib ildırım sürəti ilə oradan çıxdı və qaçarkən gölməçənin dibindəki palçığı və balaca qurdları bir-birinə qatdı. Vadi qıvrım-qıvrım idi. Arxın suyu ilə bir neçə dəfə artmışdı, amma dağlardan vadiyə baxanda bu ağ nazik, ağ ipə bənzəyirdi. Dağdan böyük bir qaya parçası qopub dərənin dibinə yuvarlanıb suyu iki hissəyə ayırmışdı. Ovuc boyda bir kərtənkələ qarnını daşa yapışdırmışdı. Günün istisindən ləzzət alır, suyun təkində tutduğu qurbağanı iştaha ilə yeyən iri və yumru xərçəngə tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək istəyən balaca qara balığın gözləri xərçəngi sataşdı. O, bərk qorxdu və elə uzaqdanca salam verdi. Xərçəng isə ona çəp-çəp baxıb dilləndi. "Necə də ədəbli qanacaqlı bir balıqsan. Gəl yaxına balaca gəl. Mən dünyanı gəzməyə gedirəm. Cənabınızın yeminə çevrilmə niyyətim yoxdur. Niyə bu qədər bədbin qorxaqsan axı?" "Nə bədbinəm, nə də ki qorxaq. Gözümün gördüyünü, ağlamın kəsdiyini deyirəm." "Çox yaxşı. İndi de görüm gözlərin nə gördü? Ağlın nə kəsdi ki, səni tutacağımı fikirləşdin?" "Özünü bilməzliyə vurma." "Hə, sən bu qurbağanı nəzərdə tutursan. Sən lap uşaqsan ki, qurbağalarla aram yoxdur. Ona görə onları ovlayıram. Bilirsən, onlar elə bilirlər ki, dünyada onlardan başqa heç kim yoxdur. Dünyanın ən xoşbəxt məxluqları onlardır. Mən də onlara həyatı başa salmaq istəyirəm. Gəl, qorxma, yaxın gəl." Xərçəng bu sözləri deyib yırğalana-yırğalana balaca qara balığa tərəf yeridi. Xərçəng elə gülməli yeriyirdi ki, balaca qara balığı istəmədən gülməyi tutdu. "Ay yazıq," dedi. "Sən heç yeriməyi bacarmırsan. Hardan biləsən həyatın mənası nədir?" Balaca qara balıq xərçəngdən uzaqlaşdı. Bu zaman suyun üzərinə kölgə düşdü. Qəfil zərbə ilə xərçəng suda qərq oldu. Onun bu halını görən kərtənkələni gülmək tutdu. Az qalmışdı, özü də sürüşüb suya düşsün. Xərçəngdən isə səs soraq çıxmadı. Balaca qara balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb. Ona və xərçəngi tamaşa edir. Qoyun keçi sürüsünü suya yaxınlaşıb ağızlarını suya dayadılar. Mələşmə səsi hər yeri bürümüşdü. Balaca qara balıq sürününü su içib qurtarana qədər gözlədi. Onlar gedəndən sonra kərtənkələni səsləyib, "Kərtənkələcan," dedi. "Mən arxın qurtaracağını axtarmağa gedən balaca bir balığam. Sən bilikli və zəkalı heyvansan. Səndən bəzi şeyləri soruşmaq istəyirəm. Nə istəyirsən, soruş. Yolda məni çoxları qutan, mişar balığı və vağla qorxuzurdu. Onlar barədə bir şey bilirsən?" Kərtənkələ cavab verdi. "Buralarda vağla mişar balığı nə gəzir? Xüsusilə mişar balığı. O dənizdə yaşayır, amma qutana elə buralarda da rast gələ bilərsən. Nə bada aldanıb kisəsinin içərisinə girəsən." "Kisə nədir?" balaca qara balıq soruşdu. "Qutanların boğazının altında çoxlu su tutan kisələri olur. Bəzən xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Əgər qutan az deyilsə, onları kisəsində saxlayır. Bəs onda kisəsinə düşəndən sonra necə xilas olmaq olar? Kisəni yırtmaqdan başqa yol yoxdur. Gözlə sənə bir xəncər verim. İşte qutan səni tutsa, dediyim kimi edərsən." Kərtənkələ qayanın dibindəki yarığa tərəf sürünüb kiçik xəncərlə geri qayıtdı. Balaca qara balıq xəncəri alıb dedi. "Kərtənkələcan, sən çox səxavətlisən. Bilmirəm sənə necə təşəkkür edim." "Əzizim, təşəkkürə ehtiyac yoxdur. Mən də belə xəncərlərdən çoxdur. Elə ki boş vaxtım oldu, tikanlardan bu cür xəncər düzəldib sənin kimi ağıllı balıqlara verirəm." "Deməli məndən qabaq da buradan balıq keçib?" "Əlbəttə, indi onlar özləri üçün böyük dəstə düzəldib balıqçıları təngi gətiriblər." "Üzürlü say, söz sözü çəkir. Uzunçuluq olmasın. De görüm onlar balıqçıları necə təngi gətiriblər?" "Həmişə bircə olmurlar,
Amma elə ki balıqçı torunu atıb balıqları tutmaq istəyir, birlikdə içinə girib toru balıqçıların əlindən çıxararaq dənizin dibinə çəkirlər. Kərtənkələ bunu deyib qulağını da qayanın dibindəki yarığa dayadı. Məni üzürlü say, getməliyəm. Balalarım yuxudan ayılıblar. Kərtənkələ yarığa girdi. Balaca qara balıq isə çarəsiz qalıb yola düşdü. Amma bir-birinin ardınca doğan suallar onu hey düşündürürdü. Görəsən doğrudanmı bu arx axıb dənizə tökülür? Birdən qutanın mənə gücü çatsa, görəsən mişar balığı balıq ola necə olur balıq yeyir? Vağların axı bizimlə nə düşmənçiliyi var? Balaca qara balıq həm üzür, həm də fikrə dalırdı. Hər qarış yolda yeni nəsə görür, yeni bir şey öyrənirdi. Artıq çağlayandan mayallaq vuraraq suya düşüb, sonra da üzməyə davam etməkdə həzz alırdı. Kürəyindən günəşin hərarətini hiss etdikcə qüvvətlənirdi. Bir yerdə ceyranın tələmtələsi su içdiyini görüb salam verdi. Gözəl ceyran, hara belə? Ceyran dedi. Ovçu arxamca düşüb, bir gülləsi də dəyib, bax. Balaca qara balıq güllə dəyən yeri görməsə də ceyranın axsayaraq qaçmasından onun doğru dediyini anladı. O, biri tərəfdə tısbağalar günəşin altında mürgü vururdu. Digər tərəfdə isə keçliklərin cəhcəhi dərəni öz cənginə almışdı. Dağ otlarının ətri havaya yayılır, suya qarışırdı. Günortadan sonra dərənin genişləndiyi suyun meşənin ortasından keçdiyi bir yerə yetişdi. Arxın suyu o qədər artmışdı ki, balaca qara balığı sevinci aşıb daşırdı. Daha sonra bir xeyli balığa rast gəldi. Anasından ayrılandan bu yana heç balıq görməmişdi. Bir neçə xırda balıq onu dövrəyə aldı. Xırda balıqlardan biri dedi. Deyəsən buralarda qəribsən. Balaca qara balıq dedi. Bəli, qəribəm, uzaq yoldan gəlmişəm. Hara gedirsən belə? Bu arxın bitdiyi yeri tapmağa gedirəm. Hansı arxın? İçində üzdüyümüz arxın. Balıqlar dedilər. Biz bunu arx yox, çay deyirik. Balaca qara balıq bir söz demədi. Xırda balıqlardan biri dilləndi. Sənin heç çayın axırında pusqu quran qutandan xəbərin var? Bəli, xəbərim var. Başqa bir xırda balıq soruşdu. Heç bilirsən qutan nə boyda kisəsi var? Onu da bilirəm. Bəs bunları bilə-bilə yenə də getmək istəyirsən? Bəli, dünya dağılsa da gedəcəm. Balıqlar arasında sürətlə söz-söhbət yayıldı ki, uzaq-uzaq ellərdən balaca bir qara balıq gəlib və çayın qurtaracağını tapmaq istəyir. Qutandan da qorxmur. Xırda balıqlardan bir neçəsi balaca qara balıqda getmək istədi. Lakin böyüklərin qorxusundan səslərini çıxarmadılar. Hətta onların bir neçəsi balaca qara balığa yanaşıb dedi. Qutan olmasaydı, məmnuniyyətlə səninlə gedərdik. Biz qutanın kisəsindən qorxuruq. Çayın qırağında bir kənd vardı. Kəndin qız gəlini çayın içində qab-qacaq və pal-paltar yuyurdu. Balaca qara balıq onların səs-küyünə bir xeyli qulaq asdı və biraz da uşaqların çayda çimməsinə tamaşa edib sonra yola düzəldi. Üzdü, gecə düşənə qədər durmadan üzdü. Sonra balaca bir daşın altına girib yatdı. Gecənin bir yarısı yuxudan ayılıb ayı gördü. Gördü ki, ayın əksi suya düşüb. Hər yer işıqlanıb. Balaca qara balıq ayı çox sevirdi. Gecələr ayı suyu düşəndə yuvadan çıxıb onun seyrinə dalar, onunla bir neçə kəlmə danışmaq eşqi ilə alışıb yanardı. Amma hər dəfə anası ayılıb onu yuvasına dartar, yenidən yatıstırardı. Bu dəfə balaca qara balıq ayın qarşısına çıxıb dedi. Salam ey mənim gözəl ayım. Salam balaca balıq. Sən hara, bura hara? Dünyanı gəzirəm. Dünya çox böyükdür. Hər yeri gəzə bilməzsən. Olsun, bacardığım yerə qədər gedəcəm. Ürəyim elə istəyir ki, səhərə qədər səninlə qalam. Amma böyük bir qara bulud mənə tərəf gəlir. İşığımın qabağını kəsməyindən qorxuram. Ey gözəl ay, sənin işığını çox sevirəm. Ürəyim həmişə istəyir ki, nurun yoluma işıq saçsın. Sevgili balığım, düzünü desəm, bu nur mənim deyil. Onu mənə günəş verir. Mən də onu yerə saçıram. Sən heç bilirsən ki, insanlar yaxın gələcəkdə uçaraq gəlib mənim üzərimə düşmək istəyirlər. Bu mümkün deyil. Düzdür, bu çox çətin işdir. Ancaq insanlar istədikləri şeyə ay sözünü tamamlaya bilmədi. Qara bulud gəlib onun üzünü örtdü. Yerə qaranlıq çökdü. Balaca qara balıq yenə tək-tənha qaldı. Bir müddət mat-məətəl qaranlığa baxdı. Sonra daşın altına çəkilib yatdı. Sübh tezdən ayılanda başının üstündə pıçıldayan bir neçə xırda balıq gördü. Onlar balaca balığın yuxudan ayıldığını görüb bir ağızdan dedilər.
Sabahın xeyir. Balaca qara balıq onları tanıdı. Sabahınız xeyir olsun dedi. Deməli, ardımca gəldiniz. Xırda balıqlardan biri dilləndi. Bəli, ancaq hələ də qorxu canımızdan çıxmayıb. Bir başqa balıq. Qutanın fikri bizi rahat buraxmır, deyə dilləndi. Balaca qara balıq. Siz çox fikirləşirsiniz. Çox fikirləşməkdən bir şey çıxmaz. Yola çıxan kimi qorxu da çıxıb gedəcək, deyə cavab verdi. Elə yola çıxmaq istəyirdilər ki, birdən dövrələrindəki su yuxarı qalxdı. Başları üzərinə örtük çəkildi və hər yer zülmətə büründü. Qaçmağa heç bir imkan qalmadı. Balaca qara balıq o saat başa düşdü ki, qutanın kisəsinə düşüblər. Balaca qara balıq dedi: "Dostlar, biz qutanın kisəsinə düşmüşük, ancaq xilas olmaq üçün bir yol var." Xırda balıqlar ağlayıb sızlamağa başladılar. Onlardan biri balaca qara balığı ittiham etdi. Artıq bizim qaçmağa yolumuz yoxdur. Günah səndədir. Bizi yoldan çıxardın. İndi bizim hamımızı qurd yeyib udacaq. Vəssalam, işimiz bitdi. Qəfil qorxunc bir qəhqəhə səsi ətrafı bürüdü. Bu qutanın səsi idi. O gülə-gülə deyirdi: "Gör nə qədər xırda balıq tutmuşam. Ha ha ha. Düzü, sizə yazığım gəlir. Heç ürəyim gəlmir sizi qurd eləyib udam. Amma ha ha ha." Xırda balıqlar yalvarmağa başladılar. Möhtəşəm qutan həzrətləri, sizin xeyirxahlığınız haqqında çox eşitmişik. Lütf edin, dimdiyinizi bir balaca aralayıb bizə azadlığa çıxmağınıza icazə verin. Həmişə mübarək vücudunuza duaçı olarıq, qutan dedi. Mən hələ bu saat sizi qurd eləyib utmaq fikrində deyiləm. Kisəmdə ehtiyat balıqlar var. Bir qarnıma baxın. İrili xırdalı bir neçə balıq qutanın kisəsində idi. Xırda balıqlar yenidən yalvarmağa başladılar. Möhtərəm qutan həzrətləri, biz ki heç nə eləməmişik. Bizim günahımız yoxdur. Bu balaca qara balıq bizi yoldan çıxardı. Balaca qara balıq dilləndi. Qorxaqlar, elə bilirsiniz, bu hiyləgər quş mərhəmət sahibidir, sizə yazığı gələcək. Xırda balıqlar qorxuya düşüb dedilər. Sən heç nə danışdığını bilirsən? İndi görəcəksən möhtərəm qutan həzrətləri bizi necə əfv edəcək. Səni isə qurd eləyib udacaq. Qutan dilləndi. Bəli, sizi bağışlayıram, ancaq bir şərtim var. Şərtinizi söyləyin, canımız sizə qurban. Azadlığa ancaq bu boşboğaz balığı öldürməklə çıxa bilərsiniz. Balaca qara balıq bir qədər arxaya çəkilib xırda balıqlara səsləndi. Razılaşmayın, bu hiyləgər quş bizi bir-birimizə düşmən eləmək istəyir. Mənim başqa bir fikrim var. Amma xırda balıqlar azadlığa çıxmaqdan ötürü balaca qara balığın dediklərinə qulaq asmadılar. Hamısı onun üstünə şığıdı. O isə arxaya çəkilib yavaş səslə "Qorxaqlar" dedi. Hər halda əlini keçməsiz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki gücünüz çatmaz. Biz azadlığa çıxmaq istəyirik. Onun üçün də səni öldürməliyik. Ağlınızı başınıza yığın. Məni öldürsəz də qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Onun hilələrinə aldanmayın. Sən bu sözləri özünü xilas etmək üçün deyirsən. Bizi isə qətiyyən fikirləşmirsən. Elə isə qulaq asın. Sizə yaxşı yolu göstərim. Mən özümü ölülüyə vurub, ölü balıqların arasında gizlənəcəm. Görək qutan sizi azad edəcəkmi? Əgər sözümə qulaq asmasaz, bu xəncərlə hamınızı öldürəcəm. Ya da kisəni yırtıb təkcə özüm çıxacam. Siz isə... Xırda balıqlardan biri onun sözünü kəsib bağıraraq "Daha bəsdir" dedi. Bu sözləri dinləməyə gücüm qalmayıb. Artıq dözə bilmirəm. Ühü. Balaca qara balıq onun ağladığını görüb dedi. Bu anasının ərköyün balasını niyə yanınıza salıb gətiribsiz? O xəncərini çıxardıb balıqların üstünə cumdu. Onlar da çarəsiz qalıb balaca qara balığın təklifini qəbul etdilər. Yalandan bir-birləri ilə dalaşmağa başladılar. Balaca qara balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar. Möhtərəm qutan həzrətləri, o boşboğaz balığın nəfəsini kəsdi. Quş gülüb, çox yaxşı iş gördünüz, dedi. Mükafat olaraq sizin hamınızı diri-diri udacam. Qarnımda istədiyiniz qədər gəzib dolaşarsınız. Xırda balıqlar qaçmağa macal tapmamış, qutan onları bir andaca utdu. Balaca qara balıq isə cəld xəncərini çəkib möhkəm zərbə ilə quşun kisəsini yırtaraq deşikdən çölə çıxıb qaçdı. Qutan aldığı zərbənin ağrısından fəryad qopardı. Demdiyini suya salıb balaca qara balığı yenidən tutmaq istədi, lakin onun ardınca gedə bilmədi. Balaca qara balıq günortaya kimi üzdü. Artıq nə dağ görünürdü, nə də vadi. Çay axıb geniş düzənlikdən keçirdi. Çayın sağ solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırmışdı.
Balaca qara balıq suyun çoxluğundan ləzzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. O yan bu yana çox baş vurdu, amma heç yana çıxa bilmədi. Az qaldı ki, suyun dərinliklərində azıb qalsın. Var qüvvəsi ilə üssə də yenə sahilə çıxa bilmədi. Birdən gördü ki, uzun və böyük bir heyvan ildırım sürəti ilə ona tərəf işığıyır. Onun ağzının üzərində iki tərəfli bir mişar var idi. Balaca qara balıq hiss etdi ki, heyvan bir andaca onu parça-parça edəcək. Cəld kənara sıçradı və çabalayaraq suyun üzərinə çıxdı. Bir xeyli keçəndən sonra yenidən dənizin dibini görmək üçün suyun dərinliklərinə daldı. Yolun yarısında minlərlə balıqdan ibarət dəstə ilə qarşılaşdı. Onlardan birini saxlayıb soruşdu. Ey dost, buralarda yadam, uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm bura haradır? Balıq dostlarına səsləndi. Baxın, biri də sonra üzünü balaca qara balığa tutdu. Dostum, dənizə xoş gəlmisən. Balıqlardan biri dedi. Bütün çaylar və arxlar bura tökülür. Təbii ki, bəziləri də bataqlığa axır. Ürəyin haçan istəsə, bizə qoşula bilərsən. Balaca qara balıq nəhayət dənizə qovuşduğu üçün xoşbəxt idi. Qoy hələ buraları biraz gəzib dolanım, daha sonra dəstənizə qoşularam. Siz bu dəfə balıqçının toruna dənizin dibinə çəkəndə mən də sizin yanınızda olmaq istəyirəm. Balıqlardan biri dedi. Tezliklə bu arzuna çatarsan. İndi isə get biraz gəz dolan. Amma suyun üzərinə çıxası olsan, vağdan ehtiyatlı ol. Bu günlərdə heç nədən qorxmur. Hər gün 4-5 balıq tutmasa bizdən əl çəkmir. Balaca qara balıq dəstədən ayrılıb təklikdə üzməyə başladı. Az sonra suyun üzərinə çıxdı. İndi o, qızmar günəşin yandırıcı hərarətini öz kürəyində hiss edir, xoşallanırdı. Suyun üzərində aramla üzür, öz-özünə deyirdi. İndi hər an ölüm məni asanlıqla haqlaya bilər. Amma yaşadığı müddətcə özümü ölümə atmamalıyam. Ancaq bir gün istədim, istəmədim, ölümlə üzləşəcəm. Mühüm olan o deyil. Mühüm olan mənim yaşamağımın və ya ölümümün başqalarının həyatına necə təsir etməsidir. Balaca qara balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Bir vaxt gəlib onu bir həmlədə götürüb apardı. Balaca qara balıq vağın uzun dimdiklərinin arasında çabalasa da xilas ola bilmədi. Vağ dimdiyi ilə onun belini elə bərk sıxdı ki, az qalacağını çıxacaqdı. Axı kiçik bir balıq susuz nə qədər sağ qala bilər ki? Balaca qara balıq öz-özünə dedi. Kaş vağ onu elə bu andaca udaydı. Heç olmasa qarnındakı su və nəmişlik sayəsində bir müddət yaşayar, ölümünü biraz daha ertələyərdi. Balaca qara balıq dedi. Nə üçün məni diri-diri udmursan? Mən öləndən sonra bütün bədəni zəhərlə dolan balıqlardanam. Vağ heç nə demədi. Öz-özünə fikirləşdi. Ay səni hoqqabaz, mənə kələk gəlirsən? Olmaya məni danışdırıb aradan çıxmaq istəyirsən, hə? Uzaqdan sahil görünür. Getdikcə yaxınlaşırdı. Balaca qara balıq quruya çatsaq, işim bitdi. Öz-özünə fikirləşdi. Bilirəm, məni balalarına aparırsan, amma sahilə çatana dək mən öləcəm. Vücudumsa zəhər tuluğuna çevriləcək. Balalarına yazığın gəlmir. Bax, bir qədər fikrə daldı. Ehtiyat yaxşı şeydir. Sən özümü yeyib balalarım üçün başqa balıq tutaram. Birdən bu kələk işlədər. Nə kələk olacaq ki? Vağ elə bunları düşünürdü ki, balığın bədəninin süsləşdiyini, hərəkətsiz qaldığını gördü. Öz-özünə fikirləşdi. Görəsən öldümü? İndi heç özüm də onu yeyə bilməyəcəm. Bu cür incə, yumuşaq balığın nahaq yeri özümü haram etdim. Bu düşüncə ilə balaca qara balığa səslənib, "Ehey balaca, əgər canını tapşırmamsansa, səni yeyə bilərəmmi?" demək istəyirdi ki, sözünü tamamlaya bilmədi. Dimdiyini aralayan kimi balaca qara balıq sıyrılıb aşağı atıldı. Vağ aldadıldığını görüb havada uçan balığı arxasınca şığıdı. Balaca qara balıq bir göz qırpımında aşağı düşdü. Suya qovuşmaq arzusuyla yanıb quruyan ağzını dənizin nəmli küləyini çevirən balıq suya dalıb köksünü yeni nəfəs doldurana qədər vağ iti sürətlə yetişib bu dəfə onu elə utdu ki, yazıq balıq bir xeyli vaxt nə baş verdiyini anlamadı. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütubətlidir. Çıxış yolu isə yoxdur. Hönkürtü səsi eşidilirdi. Elə ki, gözləri qaranlığa alışdı, bir küncə qısılıb oturmuş, hönkür-hönkür ağlayıb anasını çağıran kiçik bir balıq gördü. Balaca qara balıq ona yaxınlaşıb dedi. Qalx ayağa,
Ay cıbbılı, bir çarə tapmaq lazımdır. Ağlayıb sızlamaqdan, ananı çağırmaqdan bir şey çıxmaz. Cıbbılı balıq soruşdu. Sən axı kimsən? Məcəl görmürsən? Ölürəm, görmürsən? Axırım çatıb. Ühü. Ay ana, hardasan? Mən daha səninlə balıqçı torunu dənizin dibini çəkə bilməyəcəm. Balaca qara balıq dedi. Bəsdir daha zar-zar ağladın. Sən bütün balıqların adını batırdın. Cıbbılı balıq toxtayan kimi balaca qara balıq yenidən dilləndi. Mən vağı öldürüb bütün balıqlara əmin-amanlıq bəxş edəcəm. Amma əvvəl gərək səni xilas edəm ki, vay şivən qoparıb bizi biabır etməyəsən. Sən ki ölümlə əlləşirsən, vağı necə öldürə biləcəksən? Balaca qara balıq xəncərini göstərib dedi. Bununla onun qarnını yırtacam. İndi qulaq as mənə. Mən o tərəf bu tərəfə gedib gələcəm ki, vağın qıdığı gəlsin. Elə ki ağzını açıb qəhqəhə çəkməyə başladı, cəld özünü bayıra at. Bəs sən özün? Mənə görə narahat olma. Mən bu yaramızı öldürməmiş çölə çıxan deyiləm. Balaca qara balıq bu sözləri deyib başladı quşun qarnından o yana bu yana var-gəl edib vağı qıdıqlamağa. Cıbbılı balıq quşun mədəsində hazır dayanmışdı. Vağ ağzını açıb qəhqəhə çəkən kimi cıbbılı balıq cəld çölə atıldı. Bir qədər sonra isə dənizə düşdü. Cıbbılı balıq nə qədər gözləsə də balaca qara balıqdan bir xəbər çıxmadı ki, çıxmadı. Nəhayət o qəfildən qıvrılıb fəryad qoparan, sonra havada çırpınaraq şıppıltı ilə suya düşən vağı gördü. Vağ suda çabalayırdı, amma balaca qara balıqdan yenə də xəbər çıxmadı. Elə indiyə qədər də xəbər yoxdur. Qoca balıq nağılını bitirib üzünü 12.000 nəvə nəticəsinə tutdu. Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın. Uşaqlar isə cileyləndilər. Nənə, bəs demədin axı o balaca qara balığın başına nələr gəldi? Qoca balıq dilləndi. O da qalsın sabahki gecəyə. İndi yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın. 11.999 balaca balıq xeyrə qarşı deyib yatmağa getdilər. Nənəni də yuxu apardı. Amma balaca qırmızı balıq nə qədər vurnuxsa da gözünə yuxu getmədi. Gecədən səhərədək yalnız bir şey düşündü. Dəniz. Son.